Uşaqlar üçün hansı balıq yağı daha yaxşıdır? Çeynənilə bilən balıq yağı niyə görə daha rahat seçimdir? Baxın, bu şəkildə çeynənilə bilən balıq yağları var. Bir çox valideynlər balıq yağı almaq istəyir, amma bir problem yaşayır. Uşaq onu içmək istəmir. Xüsusilə sirop formasında olan balıq yağlarından qoxu, dad gəlir, eyni zamanda qəbul etmək rahatlığı da olmur. Uşaqlar bir-iki dəfə narahat olduqdan sonra valideyn üçün hər gün onu vermək problemə çevrilir. Bax, bu cür çeynənilə bilən balıq yağları isə daha rahatdır. Çünki uşaq onu dərman kimi yox, belə deyək də jelatin kimi qəbul eləyir. Həm daşınması asandır, həm istifadəsi rahatdır, həm də gündəlik rejimə salmaq üçün daha praktikdir. Çünki bilirsən də gündə bir dənəsini açıb verirsən. Valideyn üçün də əlavə ölçü, qaşıq, dağılma, qapaq problemi olmur. Bir məsələ də var ki, sirop formasında olan məhsullar açıldıqdan sonra saxlanma və təzə qalma mövzusu da daha həssas olur. Çeynənilə bilən formalar isə praktik baxımdan daha realdır. Xüsusilə seçici uşaqlarda belə seçimlər valideynin işini asanlaşdıra bilər. Dostlar, mənim sizə tövsiyəm dünyada ən çox satılan balıq yağlarından biri olan Easy Fish Oil məhsuludur. Norveç istehsalıdır. Baxın, bu da onun içərisindən çıxmış məhsuldur. Bu məhsulun içərisində olan EPA və DHA yağ turşuları uşaqların beyin funksiyalarını, zehnini, ürək-damar, göz sağlamlığını və immun sistemini gücləndirir. Easy Fish Oil digər balıq yağlarından üstün edən tərkibdə omega 3 ilə yanaşı D vitamininin olmasıdır. Easy Fish Oil məhsulundakı omega 3 yağı D vitamininin təsirini daha da artırır. Balıq yağı övladınızın beynini, D vitamini isə immunitetini qoruyur. Məhsulun bir digər bir üstünlüyü də dediyim kimi çeynənilə bilən jelatin formasında olmasıdır. Meyvə dadlıdır, tərkibində donuz jelatini yoxdur, inək jelatinidir. Norveç istehsalı olan Easy Fish Oil məhsulunu əksər apteklərdən və bir market tətbiqindən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.